Ay, ay Allah'sa. Ay pullar manı. Pullar man. Ciblerim. Pullar manı. Cibimdə hay Allah şükür. Ayda səhər olub da o səhərinə davam çöldədir ya. O deyən görüm. Ayda belim bütün ağrıyıbdı. Səhərdən axşama kimi skameykada yatmaq olar ha. Ayda belim, ayağım, hər yerim ağrıyır. Ancaq dəmir daşımaqdan da hər yerim ağrıyır da yemənim. Vaxtında oxumaq lazımdır. Oxumaq lazımdır ki, indi bu vəziyyətlərə düşməyəsən. Yeriyə də bilmirəm. Oyda o zaman zat mən niyə burada yatdım ha? İçərdim məhlə etsin azada. Nəysə də o gün axır ki gəldi. Düz 10 ildir mən ancaq pul yığıram ki, özümə bir maşın alım. Maşın alım, onun içində qəşəng yatım. Özümə 99 alacam. Hadi yolda ala qaz. Qaz işki ancaq dəqiqə. Keçdi. Ayda bütün hər yerim ağrıyır. Gedim özümə maşın alım. Axır ki maşınıma satdım. Bax, hamının maşını var, amma mən məsələn bu piyada gəzənlərin də maşınları yoxdur da. Amma mənim maşınım olacaq. Maşınım olacaq, mən onunla gəzəcəm. Gəzəcəm deyəndə içində yatsam da karavan kimi bir şey olacaq da. Adama deyərlər ki, mənim də günüm gündə elə. O boyda milyoner, trilyoner qohumlarım var mənim. Milyoner. Ancaq ildə ayda bir dəfə axtararlar. O da ki, yanıma gələrlər. Bir 10 manat, 15 manat verərlər. Nə bilim də, yaxşı qohumlardır. Amma belə baxsan da mənə nəsə eləyirlər də. Mənim də üzüm də yoxdur onlardan nəsə istəyim. Sənə lazım idi. Bax, özümü batırdın. Gül kimi evim var idi, eşiyim var idi. Səhv səndədir. Hamısını batırdın, hamısını itirdin. Nəysə. Oyda, yoruldum. Biraz burada dayanım. Yoruldum, Eda. Oyda, bir nəfər gəlib mənə götürsə, desə ki, mən sana aparım. Ay qardaş, kimsə mənə aparsın. Of. Kim kasıba lazım deyə, kim? Ya da kasıba kim lazımdır? Kim kasıba lazımdır? Mən ağzımı daşıyorum da bilmirəm. Ağzımdan da ölürəm. Nəysə ki, bir şey yerik də da. Yavaş bir çatırıq demək olar. Bir də nə orada, uydu, nə qədər var hələ ora. Nəsə, gedək yavaş. Şükür, çatdım. Karsale. Bu nə da? Salih yazın da. Hısa nə bunun? Çatdım, mən şükür çatdım. Ay salam aleyküm qardaş. Bu maşınların qiymətini necə öyrənək? Aleyküm salam. Siz keçə bilmərsiniz burayı. Yəni, nətər deyim, dilənçilər deyəm. Dilənçilər keçənməz bura. Ay qardaş, dilənçinə də mədəniyyətin tərbiyən olsun. Maşın almağa gəlmişəm bura. Nə olsun ki, üstüm başım pisdir. Gəlmişəm maşın almağa da. Niyə belə eləyirsən ki? Çox üzüldü sayın. Siz maşınların üstündə qiymətləri var. Siz baxın, razılaşarıq. Yaxşı, baxıram. Düz deyir, üstüm başım nə gündədir. Təmiz paltarım da yoxdur ki, geyinim eləyim, nə gündə də dilənç deyəcək də. Baxıram. Oydunuz orada. Baba, bunu istəyirəm. Arxası yekədir özdə. Bunu istəyirəm. Neçədir bu? Oyda 44 milyon. Məndə nə qədər pul var ha? Çıxış görüm pulu. 1, 2, nə qədərsə də pulum çatmır onsuz da. 32 minim var idi deyəsən. Bir dəqiqə baxım ki, oyda bu nə qəşəydir. Bunu almaq 122 minə çox bahadır bunlara. Bu nətərdir? 177 minə. Çox qəşəng. 07 də yaxşıdır. Burada 07 də var. Amma belə içi biraz burada yatmaq çətin olacaq da. Bagajda da yer çox yoxdur. 07 də yenə də. Bunun qiyməti neçədir ki? 30 bin. Pulum çatır. Oy, da mən bunu alacam. Dəqiq mən bunu alacam. Ay, da içi də özü genişdir. Amma pulum çatmır. 36 min də. Of, çox bahadır bunları, çox. Bu neçə oydu? Bu da çox yekədir. Amma bunu alsaydım arxasına adiyalımı döşəyimi atardım, yatardım. Çox yekədir bu. Niyə? Hələlik bizim pulumuz nəyə çatır? 07-yə çatır. 31.400-ə. Bunu görürsən 30 minə verər deyən görüm. Görüm. Ay qardaş. Qardaş, sən bu 07-ni 30 minə verərsən mənə 31.400-də. Görürsən də mənim də günümdə, yəni güclə bəla ilə pul yığmışam. Yəni evim də yox, eşim də yox, yatacam onun içində də 30 minə ver də. Ay qardaş, buranı mən yiyəsi deyiləm. Yəni nə qiymətçisi oldu da, yəni endirim falan olmur bizdə. Yəni ki, alın. Yəni yaxşı maşındır, alın. Heç bir problem zadı yoxdur. Tipinə bax, tipsiz.
Neysə, neysə. Yaxşı, alıram, yaxşı. Bura mən yəzdir. Burada kim var səndən başqa? Yəzsənə sən buranın. Tərbiyəsiz. Mənə deyir, boz danışmaya bax, istəyir dilənçi deyə mənə. Dilənçi özünsən. İndi alıram da bax. Elə danışır, elə bil mən pulum zadım yoxdur. Pulum var mən, görərsən. Bax alıram indi, alıram. Pulum, ayda 400 manat pulum qalacaq. Mən demək istəyir ki, yəni sənin pulun yoxdur da, indi zad olunmur sənə. Mən buralarda dəmir yıqanda burada danışırdılar. Var bir dənə adam qalsın hətta. Deyəsən hansısa maşın var, deyir ki, hə, bu qiymət olar, bu qiymət. Mən indi endirim eləmir. Neysə, alıram, nəsə day. Amma deyən, mən yenə də bunu almayayım. Bir orasına baxım da. Deyən, ay getdi o bir kişi. Ay deyən, ay başqası gəldi, bununla danışım deyən. Bununla danışıb, bəlkə bu endirim eləyər mənə. Salam, necəsiniz, salam. Salam. Siz burada nə edirsiniz? Bura girmək olmaz. Dilənçilərə burada yeri yoxdur. Çıxın zəhmət olmasa. Mən burada bayaqdan varım. Mən buradayam bayaqdan. Maşın almaq istəyirəm məni. Pulu ödədim ona, amma mənim maşınımı vermədi. Pulu ödəmişdim həmişə o qaqaşa. Vermədi o mənim pulumu. Maşınımı vermədi. Hardadır maşınım? Mən sizin maşınınızı deyəsən çıxan. Sizdə 07 idi də deyəsən, hə? Hə, 07 idi. Hardadır? Bir daha baxım görüm. Burada da yoxdur axı. Maşına da minirəm, sürmək olmur. Yəni, açarız da heç bir şey yoxdur üstündə. Mən pul ödədim, mənə aldatmaq istəyirsiniz. Görmürsünüz, mənim videom fasonu. Mən niyə aldadırsınız axı? Estağfurullah, aldatmaq nədir? Sadəcə inanmadım sizin maşınımız olduğunuza. Orada 07 var idi, o üst tərəfdə ondan alın. Mənə baxın da danışanda, adam deyiləm, orada kim var? Mən biraz başımda problem var. Görürəm, başımda problem var. Xəstənin biri, xəst. Yox, elə problem yox. Yəni, başımı söndürə bilmirəm. Neysə. Dedi, buradadır. Buradadır 07, buradadır. O, qabağı vuruqdaq bunun. Buna bax, qabağı eri deyir. Buradan maşın almaq lazım deyil. Bu nədir? Qabağını vurub gətirdilər. Amma yenə də maşınım var. Oyda, arxasına oturum görüm. Deyəm, pulu ödədim day ona. Yadımdan çıxdı, mən əvvəldən pulu vermişdim. Arxasını bağlı, nə qəşəkdir. Yat burada, istədiyin qədər yat. Oyda, açar zadı yəqin üstündədir, hə? Yəqin baxım görüm. Burada, süper. Çox qəşək. Oyda, sürüm maşınımı, şükür. Çox qəşəkdir. Bununla gedəcəm indi mən taksi falan. Ay, maşını vuracam bir dəqiqə. Ehtiyatlı ol. Oyda, bura qarışdı. Girdilər bir-birlərinə. Deyəm, mən arxadan keçim. Oradan gəlib keçərəm. Nə yaxşı. Axır ki, özümə bir maşın aldım. 10 ildir küçələrdə yatıram ki, maşını alım. Amma getdi də, yəni bunu qara rəng zad eləyirsən. Hələ qara rəng eləməyi çox var səni. Sən elə bunu daha yaxşısına ev zad alsan özünə, sonra bunu qara rəng eləyərsən. Evdir problem. Əsas maşınım var da, Yatarsan içində, karavan kimi istifadə eləyərsən. İndi mənim 600 manat deyəsən pulum qaldı da, hə? 600 manatı geyim, qarnım biraz doyuzdurum. Yəni, bir 50 manatını zad nəsə yeyim də, bayram keçirdim özümə. Dönərdən zaddan yeyim, bayram keçirdim özümə. Sonra neyim? Sonra da cəmaat vurmuşdum, ha. Gedin də, tez keçin də biraz da. Bu nədir axı? Olur, burada qəza olub deyə burada. Deyən, yan tərəfdən sakitcə keçin. Mənə maşın etsin olmasın. Çox qəşəy deyib. Nə mahnı qoşum buradan. Yox, qoşma. Pis mahnılardır. Nəysə, evə bax. Of, nə qəşəy evdir ha bu. O deyən, fikrim yolda olsun. Çox qəşəng evdir ya bu. Çox qəşəng evdir. Görürsən, milyardlarla qiyməti var, Allah bilir. Polis var, deyəm. Qabaqda polis var, gördüm qabaqda. Ya mən işıqlarla falan, piyada keçində falan hamısını gözləyim. Cərimə yazmasın mənə. Maşınım falan birdən aparar. Deyən, polis, deyən, saxla burada, deyən. Yaşıldır. Mən heç keçə bilərəm, mən düz gedəcəm. Düz gedəcəm. Mən ancaq düz gedəcəm. Düz gedirəm taksi işləməyə. Deyən, taksi yerdə buradadır. Daxil olun, qoşulun bunların bu şirkətinə, taksimi işləyim qəşək. Bir saatdir gözləyirəm, iş vermədi. Gəldi. Deyən, gəldi, sür. İş
iş gəldi. Qəşəng. Bir saatdır gözləyirəm, daxil oldum onların o şirkətinə. Bir saatdır iş gözləyirəm ha. Axı iş gəldi, kimsə gəldi, pulumu gətirim. Qəşəng gəldi deyən görüm. Hə, yaşıl işıq bu tərəfə. Deyən, ehtiyatlı, qəşəng. Dönüm hardadır, orada deyəsən. Gəlin müştərini götürüm, hara istəyir orada aparacam. Əsasın 17-im vardı mənim. Üstünə bir dənə taksi qoyaram belə. Gəzərəm orada burada. Uydu, çox palçıqlı deyəm ayı. Qabağını da vurub verməsəydilər, Allah bir çıxardanda vurubdular. Mən orada maşınla baxanda, yəqin pakovkadan birini çıxardıb veribdilər. Mən baxaq da indi, yaşıldı, qırmızıdır. Bu nədir belə, işıq burada işləmir. Deyən görüm, dönürəm mən buradan. Deyən, ehtiyatlı, keç. Maşınımı sənin üzündən vurmaq istəmirəm. Keç görək, aha bir də orada deyəsən. Bir də adamı gördüm, əl sallayır mən, oradadır. Gedim mən yavaş götürüm onu. Pulumu da qazanım da, görün nə qədər verəcək. Bilmirəm, burada telefonum yox deyə baxamıram. Hardan, nə qədər verəcək, hara aparacam, eləyəcəm, özümdən soruşaram da. Deyəm, bunu keçim, ötüm mən deyəm. Ötümü vurub eləyərəm birdən. Xamam mən biraz da, yaxşı ki o vaxt öyrənmişdim. O 2 nəfərdilər, deyəm, saxlayayım. Gəl qardaş, gəl, mən sənin üçün qapını açaram. Buyurun, hanım, siz nə qabaqda otursun, qardaş otursun. Nəysə, qapını bağlayın, zəhmət olmasın. Salam aleyküm, qardaş. Hara gedirik, hara? Oradan şıqarcı da vardı, oradan baxın. Bozar mənə sütmək, ayağında qız var, lotulan mənə burada. Lotulanı mənim üçün. Boz, nə danışdın? Üzünə deyə bilsəm, deyərəm, nəsə. Nə deyirsiniz? Heç nə, qardaş, heç nə, gedirəm. Xəritədə, gördüm xəritədə. Bunun qışqırmağına bax, deyirəm, hara gedirik, deyir. Yanında qız var deyə də heç nə demirəm. Nəsə, qız olması qoyurdum bir naşor deyə. Mən də əsəbimi cəmatı tökməyim də, nəsə. Bir dənə ora getmək istəyirlər. Nəsə, aparım bunlara gedəcək yerə. Pulumu da götürüm. Söhbət eləməli adamlar da deyirlər. Yaxşı adam olsaydı söhbət də eləyərdim. Deyən, ehtiyatlı. Aparım bunları yerlərinə. Çox uzaqdadır, 300 metri var da, çox da uzaq deyil, 300 metri var. Deyən, görün, burada düşürlər, hardan dönəcəm? Bir də orada. Deyən, xəritədə yaxşı işarətləyibdilər. Ayda, qırmızıda keçsin, cərimə düşəcək. Cərimə verəcəklər, deyən, buradan keçməz. Sizin parkda gəzən, düzdür, parkda gəzən vaxtınızdasın. Buyurun, qardaş, gəldik. Ha, sağ olun. Çox sağ ol, qardaş, çox sağ ol. Təşəkkür edirəm. 1400 verdi. Dönüm mən çıxım ki, 1400 manat verdi. Süper. Oyda, gedim başqa işlər də işləyim mən. Hə, sağ ol dedə gedəndə. Neyse, işim də işlərim də gec oldu ki. Neyse, vurarsan burada adamı, neyse. Sonra cərimə zatı yazılır. Polis gözü düz yanımdadır, bir də oradadır. Neyse, mən işimi görüm. Nə iş görəsən, yuxum da töküldü. Səhərdən mən ancaq iş işləyirəm. 2700-də pulum oldu, çox qəşəng. Deyən, hara qaçırsan xanım? İşıq espitavara var. Allah, bunlar nə işləmədi? Gəldi bir şey. Mən keçim qarajların yanınıza da maşınımı park eləyim. Belə küçəlikdə olmaz, vurarlar, eləyərlər. Qışqırırlar, eləyərlər ki, sonra burada niyə saxlayırsan da? Mən gedim, saxlayayım qarajların içində yatmaya. Çox yuxum gəldi. Saat Allah bir neçə deyə. Özümə bir telefon alacam. Oradan hər istədiyim şey eləyim, hər istədiyim. Telefon nə yaxşı şeydə. Telefon olmasa adam qutarı. Qırmızıdır hələ ki. Namız qabağa versəm yaxşı olardı. Bir dəqiqə, hələ ki qırmızıdır. Yaşlı olanda gedəcəyik. Gedək bir dənə. Yaşıl oldu. Oldu. Neyse, sürək. Dönək buradan. Yuxum nə tökülür. Çox yuxum gəlir. Gedim, bir də buradakı qarajların yanında. Şəhəri əzbərə biləm şəhəriyi. Saxlayayım bu qarajların yanında. Bunlar hara qaçırlar, hara tələssə. Deyəm, mən dönəcəm buradan. Dönüm bu qarajların yanında saxlayayım, yatım qəşəng. Yuxumu alım, səhər təzdən gedərəm, işimi görərəm. Qəşəng, yaxşı ki maşınım var. Neyse, söndürək maşınımızı. Söndür maşını, tezdən kodlandı bu. Söndürdük, qəşəng. Bağla buranda kilitləyək bir dənə. Yox, hələ kilitləməyək. Əlimlə kilitləyərəm. Buranı kilitlə. Sonra kilitlə oranda bir də qabağı əlin tadı çatdı. Kilitlə. Neyse, başımı atım, yatmayayım mən burada.